ayları gəldikdə bir çox insan düşünür ki, dəriyə qulluq etmək daha asandır. Halbuki əslində günəş şüaları, isti hava, tər, yüksək rütubət və toz dəri üçün ilin ən çətin dövrlərindən biridir. Evdə edilən yanlış dəri baxımı isə problemləri azaltmaq əvəzinə daha da ağırlaşdıra bilər. Ən vacib qaydalardan biri dərini düzgün təmizləməkdir. Gün ərzində dəri üzərində tər, yağ və ətraf mühitdən gələn çirklər toplanır. Üzü gündə 2 dəfə dəri tipinə uyğun yumşaq təmizləyici ilə yumaq kifayətdir. Daha tez-tez yumaq dərinin qoruyucu baryerini zəiflədə bilər. İkinci vacib məsələ nəmləndirmədir. Bir çox insan yayda nəmləndirici krem istifadə etməyə ehtiyac olmadığını düşünür. Əslində isə isti hava dəridən su itkisini artırır. Xüsusilə yağlı dəriyə sahib insanlar yüngül su əsaslı nəmləndiricilərdən istifadə etməlidirlər. Günəşdən qorunmaq isə dəri sağlamlığının əsas şərtidir. SPF tərkibli günəş kremi yalnız dənizə gedərkən deyil, gündəlik həyatda da istifadə olunmalıdır. Günəş şüaları erkən qocalma, ləkələr və bəzi dəri xəstəliklərinin yaranma riskini artırır. Yayda insanlar tez-tez ev şəraitində müxtəlif maskalar hazırlayırlar. Limon, soda, diş macunu və digər məhsulların dəriyə çəkilməsi sosial mediada tez-tez tövsiyə olunsa da bunlar elmi əsası yoxdur. Əksinə bu məhsullar dəri yanığına, allergiya və qalıcı ləkələrə səbəb ola bilər. Bol su qəbul etmək, balanslı qidalanmaq və kifayət qədər yatmaq da dəri sağlamlığına birbaşa təsir göstərir. Dəri yalnız kremlərlə deyil, orqanizmin ümumi sağlamlığı ilə də əlaqəlidir. Əgər sızanaqlar artırsa, dəridə qızartı, qaşınma, pigment ləkələri və ya uzun müddət keçməyən problemlər yaranırsa, internetdə gördüyünüz məsləhətlərlə özünüzü müalicə etməyə çalışmayın. Çünki eyni görünən problemlərin səbəbi tamamilə fərqli ola bilər və yanlış məhsul vəziyyəti daha da ağırlaşdıra bilər. Unutmayın ki, düzgün diaqnoz qoyulmadan edilən dəri baxımı bəzən aylarla davam edən problemlərə səbəb olur. Dərinizdə hər hansı dəyişiklik hiss etdikdə dermatoloqa müraciət etmək ən doğru addımdır. Dermatoloq dəri tipinizi qiymətləndirərək sizə uyğun qulluq planı hazırlaya və ehtiyac olduqda müalicə təyin edə bilər. Sağlam və gözəl dəri təsadüfi deyil. Düzgün qulluq, günəşdən qorunma və vaxtında dermatoloq müayinəsi bunun əsasını təşkil edir.